Bugünkü cümə xütbəmiz qəza və qədər haqqında olacaq. Qəza və qədər haqqında olacaq. Hamıdan xahiş edirəm inşallah xütbəni diqqətlə dinləsin. Çox ağır bir mövzudur, çox çətin bir mövzudur. Allah Teala müqəddəs Quran-ı Kərimin Taha surəsinin 110-cu ayəsində buyurur. Rəbbin onların keçmişini də, gələcəyini də bilir. Allah insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları və günahları, dünyada və axirətdə aqibətlərinin necə olacağını öz əzəli elmi ilə bilir. Onların elmi isə onu, yəni Allahın zatını əhatə edib qavraya bilməz. İnsan övladı bunu bilməlidir ki, bizi bir yaradan var. O Allahdır və onun hökmündən də qaçmaq mümkün deyil. Onun qəza və qədərindən qaçmaq mümkün deyil. Heç bir şey Allahın istəməsindən kənara çıxa bilməz. Ona görə də buyururlar, ey insan övladı, həyatı Allah Teala'nın qəza və qədərinə razı olaraq yaşa. Və burada bir neçə ayə oxuyacağım. Ayələrə diqqətlə qulaq asaq, daha sonra məsələyə başlayacaq. Allah Teala Səba surəsinin 3-cü ayəsində buyurur. Göylərdə və yerdə zərrə qədər bir şey belə ondan gizlin qala bilməyəcək. Mümkün deyil. Hətta ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq aydın bir kitabda, lövh-i məhfuzda olmasın. Hər bir şey Allaha məlumdur. Hər nə ediriksə Allaha bəllidir. Heç bir əməlimiz, heç bir hərəkətimiz, günahlarımız, savablarımız Allahdan gizlin deyil. Digər ayəyə baxaq. Həd surəsinin 70-ci ayəsində Allah buyurur. Ya Rəsulum, məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa hamısını bilir. Həqiqətən bu, lövh-i məhfuz deyilən bir kitabdadır. Şübhəsiz, bütün bunları bilmək Allah üçün çox asandır. Bu bizim ayələrimiz. Qəza və qədər mövzusu çox böyük bir mövzudur. Nəinki bir cümlə, 4 cümlə, 5 cümlə danışsa bitirmək olmaz. Bu günləri insanları çaşdıran sual var. O sualı verək mövzuda, ona cavab tapaq. Bizim qəza və qədərimiz öncədən yazılıb və biz ona uyğun yaşayırıq. O çoxumuzun beynində olan bu sual var, çoxu bu cür düşünür. Buna cavab verəcək inşallah Allahın izni ilə. Qəmər surəsinin 49-cu ayəsi. Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə lazım olduğu qədər yaratdıq. Bu bizim ayəmiz. Allah Teala buyurur. İnsan özü iradə və ixtiyar sahibidir. Diqqətlə qulaq asın buradan. İnsanın özü var ha, iradə və ixtiyar sahibidir. İnsanın belə olması da Allahın istəyi və təqdiri ilə baş verib. Allah belə istəyir. Allah belə təqdir edib ki, insanın özü iradə və ixtiyar sahibi olsun. Özü qərara verə bilsin. İki yoldan birini seçsin. Ya savab, ya günah. Ya hidayət, ya zəlalət. Allaha itayət eləyəcəksən, hidayət olacaqsan. Allaha itayət etməyəcəksən, zəlalətə uğrayacaqsan. Bu iki yolu seçmək üçün Allah sənə ixtiyar verdi. Və təqdir eləyib ki, bəndə özün öz yollarını seç. Və aqibətin də tutduğun yola görə müəyyənləşəcək. Baxın, Bələd surəsinin 10-cu ayəsi. Biz ona iki yol, xeyir və şər, küfr və iman yollarını göstərmədikmi? Allah doğrunu da göstərib, səhvi də göstərib. Savabı yerində göstərib, günah yolunda göstərib. Və ixtiyarı buraxıb sənə. Bəndə özün seç. Hidayəti seçdin, cənnət sənindir. İtayət eləmədin, günahı seçdin, zəlalət sənindir. Get cəhənnəmə. İxtiyar sahibisən. Hər şeyi təqdir edən Allahdır, ancaq çalışıb qazanan, işi görən biz özümüzük. Aydın olur. Allah təqdir eləyib və yolları da qoyub. Çalışıb qazanan biz özümüzük.
Allah bizə icazə verib, izin verib. Yaxşı və pis yollarını göstərib. İki tərəfdən birini seçmək bəndənin öz əlindədir. Bəndəyə aid bir seçimdir. Məsələn, Allah Teala hər kəsin ruzisini təqdir edibdir. Hələ bir ruzi qoyub da, Quran ayəmizdə var da, sənə yazılan ruzi sənə çatmayınca dünyadan köçməyəcəksən. Allah ruzini qoyubdur. Amma axtarıb tapmaq bizim öz vəzifəmizdir. Ruzi yazılıbdır mənə. Axtarıb tapmaq özümüzündür. Özümüz axtarıb tapmalıyıq. Nəcm surəsinin 39-cu ayəsidir. İnsan ancaq öz zəhməti ilə, səyi, çalışması, əməli ilə qazanacaq. Ruzimiz Allahdandır. Ancaq onu axtarmaq, tapmaq, onun üçün çalışmaq, səy etmək bizimdir. Bəzən deyirlər, ruzini Allah verir, gedir evdə yatır. Allah mənə ruzi verəcək. Sən evdə yatmaqla Allah sənə niyə ruzi versin? Bəli, Allah sənə ruzini yazıbdır. Axtarıb tapmağı da sənin boynunda vəzifə qoyubdur. Sən gedib axtarıb tapmalısan o ruzini. Sən onun üçün çalışmalısan. Yoxsa mən gedim evdə yatım deyim, Allah mənə ruzi verib. Allah mənim üçün ruzi qoyub. Elə bir şey yoxdur. Misallar çəkək. Bu qəza və qədər bizə tam aydın olsun. Bizim beynimizdəki suallar var. Onlara cavabı rahatlıqla tapaq. Bir neçə misal çəkəcəm. Bir nəfərdən gəlib soruşurlar. Deyir ki, məmləkəti tanımayan biridir. Deyir, filan məntəqəyə getmək istəyirəm. Ora neçə müddətə çataram? Kimə ki, sual vermir. Sualı verilən cavabı budur ki, bilmirəm. O adam bir neçə addım atır. Kimə ki, sual vermişdir, sual verəni saxlayır. Deyir, sən 2 günə çatacaqsan məntəqəyə. Sual verən sönür, deyir ki, bəs bəyab sual verdim, dedim, bilmirəm. İndi deyirsən, 2 günə çatacam. Bu nədir? Deyir, sənin yerişi və baxdım, gördüm sən bu yerişlə filan məntəqəyə 2 günə çatacaqsan. Mən bilmirəm, axı sən nə sürətlə yeriyirsən, nə cür addımlar atırsan. Onu gördün, bildin ki, sən bu yerişlə filan məntəqəyə 2 günə çata bilərsən. Cavabı ona görə indi verirəm sənə. İndi bizlər bizim əməllərimizlə taleyimiz həll olunur. Etdiyimiz əməllərlə insan günah eləyib cənnətə düşə bilməz. Mənə Allah cənnəti yazıb, gedim günahlar eləyib. Onsuz da mən cənnətə gedəcəm, yoxdur belə şey. Sən nə əməllər eləyirsən, savab işlər görürsən, bəli, cənnətə doğru hərəkət eləyirsən. Günahlar eləyirsən, cəhənnəmə doğru hərəkət edirsən. O bayaq sözün əvvəlində deyildim, Allah təqdir edib, ixtiyarı verib özümüzə. Özümüz öz əməllərimizlə, etdiyimiz əməllərlə, savab, günah. 2 yoldan birini seçib, cənnət cəhənnəmimizə ayırt edirik. Başqa bir misal, görürsən müəllimdir, şagirdə baxır, deyir, sentyabr, oktyabr aylardır, görür, zəif oxuyan bir uşaqdır. Nə deyir ona? Deyirsən, bu gedişlə ali məktəbə qəbul ola bilmərsən. Görürsən, ilin sonunda həmən uşaq ali məktəbə qəbul ola bilməsin. Düzdür mü? Müəllim öz elmi ilə buna qiymət verdi də, müəllim də o baxanda bilir. Uşaq taleyini dəyişə bilərdi. Böyle. Yanvar, fevral ayında qərara gələr ki, mən oxuyacam. Elmimi artıracam. Ali məktəbə qəbul olacam, bəli, dəyişə bilərdi. Müəllim öncəni gördü. O gedişə baxdı, dedi. Bizlər də günahla, günah eləməklə öz qəza və qədərimizi yazırıq. Ki, biz cəhənnəmə getmək istəyirik, ya Rəbbi. Deməyək ki, Allah cəhənnəmə saldı. Allah bizim qəza və qədərimizdə cəhənnəm yazmışdı, yox. Allah bilir. Allah bizim hər bir şeyimizdən xəbərdardır. Quran ayələrini oxudum. Allah bilir. Amma o taleyi yönləndirməyi bizə veribdir. İxtiyarı bizə veribdir. Məsələn, bir misalda çəkim. Səbəb və nəticə deyə bir şey də var. Bir nəfər çıxır yola, məsələn. Yolda sürət həddi qoyulub ki, bu yolda 50 ilə sürməlisən. Məsələn, yolda təhlükəli döngələr var. Yüzdə də var, perivalları qalxırsan, təhlükəli döngələrdir. Yolda görürsünüz, sürət həddini az qoyublar ki, təhlükəsiz, rahat şəkildə get çat. Biri nə deyir? Deyir, məsələn, üzr istəyirəm, mən 150 ilə sürəcəm, mən şoferəm, gedib çata bilərəm. Gözən hadisə törədir, dünyasını dəyişir. Nə deyirlər? Onun deyir, qədəri oradaydı.
Onun qədəri ilə ora yazılmışdı. Onun qədəri hadisəyə yazılmışdı. Hadisə olmalıydı, dünyadan köçməliydi. Niyə? Biz Allah ağıl verməmişdi. Yazıblar da orada. Orada 50 yazılıbsa, sağ salamat getmək istəyirsənsə, o 50 sürətlə gedərdi. Onda bir qabağına bir hadisə də çıxardı, o hadisənin qarşısını ala bilərdin. Sən özün öz qədərini təyin elədin. Dedim, mən sağ salamat çatmaq istəmirəm. Təkəbbürlük elədin. O da nəticəsi. Səbəb və nəticə. Atma qədərin üstünə. Demək ki, mənim qədərimi Allah belə yazmışdı. Özümüz təyin elədik. Digər bir misala baxaq. Çox oldu bu hadisələrdə, buna diqqət eləyək. Və yaxud görsən, biri çöldən gəlib, gigiyenik qaydalar var da, çöldən gəldin, əlləri yu, əyləş süfrəyə, hə? Bir insan çöldən gəlir, görsən, əllərini də yumur, təmizləmir, əyləşir süfrə başında, yemək yeyir, əldə mikrob, bir xəstəlik keçir, xəstəlik səbəbi ilə dünyasını dəyişdi. Nəyə deyirlər? Deyirlər, onun qədərində vardı xəstəliklə dünyasını dəyişmək. Yoxdur. Səbəb, nəticə, Allah ağıl verib. Gəldin çöldən, gigiyenik qayda ged, əllərini yu. Təmizdən gəl süfrədə əyləş də. Sən özün özv eləyirsən. Və yaxud da görsən, bəzən yaxınlar bu səbəbi bilmədən Allaha üsyan eləyirlər. Görsən, valideyndir. Balaca uşağına fikir vermir. Bunlar hamısı səbəb nəticədir. Ona görə misallar çəkirəm. Valideyn balaca uşağına fikir vermir. Uşaq düşür, quyuya boğulur. Valideynin fəryadı ucalır. Və yaxud, biri yuxulu halda əyləşir sükan arxasına, gedir qəza törətir, dünyasını dəyişir. Biri üzməyi bilmir, nə bilim, gedir dənizdə boğulur. Nə qədər belə hallar var. Hamısı da sonda baxırıq, nəyə deyirlər? Deyirlər, qədərində oydu. O yazılmışdı ona. Bəs ağıl? Allah ağıl vermişdi də. Üzməyi bilmirsən, sən dənizdə nə işin var? Təbii ki, boğulacaqsan. Yuxulusan. Yuxun gəlir, sənin sükan arxasında nə işin var? Gör, yuxulu oldu. Sən bilirsən, ağlının nəticəsi olacaq, bir qəza baş verəcək. Belə misallar nə qədər çəkmək olar? Vaxta görə çox danışmıram. Burada günah kimdədir bu hadisələrdə? Hamısı insanın özündədir. Şura surəsinin 30-cu ayəsi. Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahların üzündəndir. Öz etdiyiniz səhvlərdəndir. Allah Quranda deyir bunu, mən demirəm. Biz səhlənkarlıq eləyək, səhvlər eləyək, sonra eləyək, Allah qədərimizdə yazmışdı, yox. Səbəb, nəticə, özümüz özümüzü o hala gətirdik. Bizim fitrətimizdə bir sinə var, tələskənlik var. İnsan övladı çox tələskəndir, vallah. Dəhşət tələskəndir. Tez qərar veririk. Görürsən, mənim yaralı yerimi deyim də, özüm burada minbərdəyim, özüm üçün deyim. Görürsən, xütbə eləyirsən, bir dənə sözü insan da başa düşmədi. Vay, insanı güllə barana tutur. Gör nədir deyə, sözün mənasını başa düşməyib. Tələsik qərar verir. Görürsən, burada mənim üzümə deyir, gedir, başqa yerdə ki, filan xətib bu sözü dedi. Göndə abrını aparır onun. Tələskən qərar vermək. Tələskənlik haqqında bir dənə olmuş misalı çəkim, inşallah söhbətimi bitirəcəm. Bir nəfər evində bir dənə it saxlayırmış. Bir dəfə mağazaya getməlidir. Evdə də süd əmər körpəsi var. Həmən insanın. İti evdə süd əmər körpə ilə saxlayır, gedir mağazaya. Mağazadan qayıdır, itin ağzı, burnu qan içində evyəsini qarşılayır. Evyəsi baxır itə, deyir, yəqin bu mənim övladımı parçalayıbdır. Tez əlinə silahı alır, iti öldürür. Daxil olur içəri, mənzərə tamam başqa mənzərədir. Baxır ki, evə bir dənə canavar daxil olur, uşağa zərər verəcəkmiş, it o zərərin qarşısını alıb, vurur başına. İndi çölə çıxmaq istəyir ki, bir ümiddir. Bəlkə iti həyata qaytarır, görür, yox. İt daha ölübdür. Vurur başına ki, mən tələsik qərar verdim. Bax, bu danışan insan, görün nə deyir. Deyir, itin açıq qalan gözlərinə baxdım, oradan bu fəryadı hiss elədim. Ki, mənə belə fəryad edir. Ey insan, sən nə qədər tələskənsən? Ey insan, sən nə qədər tez qərar verirsən? Ey insan, sən niyə səbirsiz davranırsan? Niyə səbir etmirsən? Axı, Allah bizə buyurur ki, bəndəm səbr elə. Sən niyə səbr eləmirsən? Niyə tələsik qərarlar verirsən? Nə üçün səbr etmədin? Nə üçün içəri girib məsələdən xəbərdar olmadan mən öldürdün?
Həmən şəxs ki var ha, o iti öldürən. Bu hadisədən çox təsirlənir. Ey insan, sən nə qədər tez qərara gəlirsən, bunun haqqında böyük bir dənə məqalə yazır. Bu gün bizdədir. Tələm-tələsi o qədər qərarlar veririk. O qədər səhvlər edirik, bəzən onların geri dönüşü olmur. Unutmayaq. Bax, bu sözümü yadda saxlayın. Həzrəti Peyğəmbərin sözüdür bu. Qəza və qədərin mahiyyətini yalnız Allah Teala'nın bildiyi bir sirdir. İnsan beyni nə qədər istəsə otursun, araşdırsın, nəticəyə gəlsin. Bizlər misallar çəkirik. Nə qədər nəticəyə gəlmək istəyəsən, bacara bilmərsən. İnsan ağlının bunu qavrayıb dərk etməsi mümkün deyil. Həzrət Peyğəmbər buyurur. Deyir, insan ağlı, bu qəza qədər mövzusu var ha, bunu dərk edə bilməz. Həzrət Peyğəmbər görür ki, bu mövzuda bir dəstə insan çəkişirlər. Bir-biri ilə mübahisə edirlər. Həzrət buyurur. Deyir, sizə əmr olunan budurmu? Yoxsa mən bunun üçün sizə göndərilmişəm ki, Allahın qəza və qədər mövzusunda bir-birinizlə mübahisə edəsiniz, bir-birinizlə çəkişəsiniz. Sonra Həzrət buyurur. Sizdən əvvəlkilər bu məsələdə mübahisə etdiklərinə görə həlak oldular. Hansı mövzuda? Qəza və qədər mövzusunda. Allah and verə izzətinə, cəlalına, böylüyünə, qüdrətinə xatir. Bizi qəza və qədərimizə razı olan bəndələrdən qərar versin. Bizi qəza və qədərimizə boyun əyən bəndələrdən qərar versin. Bizi bir-birimizə rauf-u mehriban eləsin və bizi əhl-i beyt ilə məşhur eləsin.